Ey fani dünyanın, fani qonağı, salmısan dünyada nəyə marağı? Nəyin arxasınca düşmüsən belə? Yanıb bağ-bağatın dönəcək külə. Ömrün var günəşin kölgəsi qədər. Günəş qürub edər, o kölgə bitər. Niyə öyünürsən, lovğalanırsan? Puluna, gücünə arxalanırsan? İnsanlıq nə pulda, nə qol gücündə. Gərəkdir insanlıq olsun içində. İnsanın fitrəti gərək saf olsun. Qəlbində mərhəmət və insaf olsun. Ürəyin daş tutub qəddarlaşmısan, daha sadəlikdən kənarlaşmısan. Xırda bir nütfədən yaranan insan öyünüb deyir ki, mənəm hökmüran. Deyir hakim mənəm, hökm edən mənəm, Allahdan qorxmadan deyir mənəm. Sən kimsən ey insan, bəsdir özünə gəl. Uşaq ikən heç belə deyildin əvvəl. Atanın, ananın gül balası idin. Onların gözünün ağı, qarası idin. Sənə atan, anan bu cür tərbiyə vermədi, sən özün dəyişdin niyə? Nə oldu, hanı o saf olan uşaq? Böyüyüb nələrə salmısan maraq? Təmiz fikirlərin dəyişib sənin, şeytan dostun olub, deyil düşmənin. Halbuki Allahla dost olmalıydın, sən onun dininə sarılmalıydın. Səni o yaratdı, insan eylədi. Ey qulum, mənə şükr eylə söylədi. Sənsə nankör tək üzünü çevirdin, həyat nailiyyətin özündə gördün. Sandın ki, mən özüm qazandım bunu. Halbuki Allahdır verən ruzunu. Torpağın altında bir soxulcanın, ona ruzi verir, qoruyur canın. Qar yağır, ana quş yuvadan çıxır, qarın altındakı ruzisini tapır. Bizə Allah deyil əziyyət verən, Nəmrud kimilərdir zülüm göstərən, Firon kimilərdir həddini aşan, əlinə müsəlman qanı bulaşan. Bu zülüm sonacan etməz ki davam, əlbət Allah alar bir gün intiqam. Allahın yardımı nə zaman gələr? Bunu biz bilmərik, tək Allah bilər. O hikmət sahibi, bizsə acizik. O qüdrət sahibi, bizsə acizik. Bir kəlmə ol deyər, olar qiyamət. Zalimlar cəzasını çəkəcək əlbət. Sən Allah haqqında şübhəyə düşmə. İmanda yəqin ol, halını dəyişmə. İman gətirənlər imtihandadır. Səbr etmək neməti müsəlmandadır. Körpəsi ölən ana üsyan eyləmir. Ya Rəbb, nədən belə oldu, söyləmir. Dönüşümüz sənədir, ya Rəbbim deyir. At susuz bilmir ki, nə tapıb yeyir. O Allah haqqında gözəl zəndədir. Amma rahat yaşayan şübhə içindədir. Bitmədi siyasət, bu mülk davası, qaraldı nə qədər insan dünyası. Bütün vəhşiliyi insandır edən, insandır insanı əzən, incidən, necə zalimlaşıb fitrəti pozuq. Namusu, şərəfi, qeyrəti pozuq. Bir gün əcəl çatar, sən də ölərsən, Allahın varlığını onda bilərsən, onda gec olacaq ey zalim insan. Pəşmanlıq nə fayda verər sonradan? Sən öz xilqətini unutmuş biri, nəfsini zülümlə qaraltmış biri, amma ki sağ ikən eləsən tövbə, sənin də günahın əfv olar bəlkə. Zülmünü yenə haqq biləcəksənsə, əgər kafir kimi öləcəksənsə, üzün axirətdə qaralsın sənin, cəhənnəm atəşin bol olsun sənin. Zülmünü yenə haqq biləcəksənsə, əgər kafir kimi öləcəksənsə, üzün axirətdə qaralsın sənin, cəhənnəm atəşin bol olsun sənin.